Zayıfladıcı və bədən şəkilləndirici lasen korsetlərimiz gəldi. Həm xanımlar üçün də, həm bəylər üçün də 40 kilodan 130 kiloya qədər. Xanımlar və bəylər üçün razmerləri var. Razmerləndir. Hündürlük düz buracan gəlib çatır. Xanımlar böyük bədən xanımlara da buracan gəlib çatır. Orta bədən xanımlara da buracan gəlib çatır. Kiçik bədən xanımlara da buracan gəlib çatır və eyni zamanda bəylər üçün də buraya qədər gəlib çatır. Bəylər siz də videonun sonuna qədər izləyin. Bəylər üçün olanda özəlliklərini deyəcəm. İndi keçirik xanımlar üçün olanda. Gəl yaxından çək. Türkiyə istehsalıdır, yüksək keyfiyyətlidir. Hündürlüyünü sizə göstərdim. İç hissəsi baxın belə silikonlu modeldir. Qəşəng mədəyə yapışır, daha doğrusu yuxarı hissəyə yapışır. Heç bir oynama, burulma olmur. Baxın bel hissəsi 2 qat korsetdən ibarətdir. Görürsüz. Bu da o deməkdir ki, bel hissəmizi qəşəng 2 qat şəkildə sıxır, 2-3 razmer kiçildir. Daimi də gensəsi sürətlə arxaladacaq. Bel hissəsinin bax bu korsetli tərəfini istəyirəm sizin hündürlüyünü ölçün. Yenildirəm videonun sonuna qədər izləyin. Necə sifariş edə bilərsiniz? Bu barədə məlumat verəcəm. Düz 20 sm hündürlüyü var. Qəşəng 20 sm 2 qat korsetli belində. Bəli. Amma belinin hündürlüyü, ümumi belinin hündürlüyü. Ümumi belinin hündürlüyü baxın aşağı hissəyə qədər tutanda düz 35 sm-dır. Görürsüz buzqaltırın altına qədər gəlib çatır. Bəylər üçün olanda bura qədər gəlib çatır. Hündür modeldir. Bunun qabağı kurçaklusu da var, qabağı sadəsi də var. Bu qabağı sadə olanıdır. Siz bunu, yox gözlə. Siz bunu gündəlik tonikalardan da giyinə biləcəksiniz xanımlar, uzun koftalarla. Çünki bunun materialı əsl şəhərə geyinilən materialdır. Bunu rahat gündəliyə geyinə biləcəksiniz. Daha sonra şalvarların altından arıqlamaq məqsədi ilə geyinə biləcəksiniz. Qəşəng belinizi incəldəcək. Daimi gensəsi sürətlə arıqladacaq. Şalvarların altından heç bir iz bildirmir. Ümumiyyətcə həm xanımlar üçün, həm bəylər üçün. Orada göstər. Çünki baxın, belində tikiş yoxdur. Ön hissəsində, arxa hissəsində baxın, qətiyyən göstər qabağını. Tikiş yoxdur. Göz ön hissəsində, arxa hissəsində qətiyyən bax aşağıyacan qətiyyən tikiş yoxdur. Ayağı da bax belə tikişsiz modelli. Bax, yəni bütün geyimlərlə rahatlıqla geyinə bilərsiniz. Elə belə uzun koftalarla da geyinə biləcəksiniz gündəliyə. Şalvarların altından arıqlamaq məqsədi ilə də geyinə Şalvarların biləcəksiniz. altından geyinəndə də heç bir iz bildirməyəcək. Bəli, heç bir iz bildirmir. Donların da altından rahatlıqla geyinə biləcəksiniz. Şimdi mən burada rozov çorap giymişəm. Siz qara çorap giyinərək bunu qara kalkotka kimi də istifadə edə biləcəksiniz donların altından. Həm də sizi qışı arıqladacaq, qışı ayaqlarınızı da toparlayır xanımlar. Daha sonra sizə nə deyəcəm? İdmana da geyinə bilərsiniz, fitnessə də geyinə bilərsiniz, gündəliyə arıqlamaq məqsədi ilə də geyinə bilərsiniz. Və bir özəlliyi var. Elə geyindiyiniz andan sizi 2-3 razmer kiçildəcək. Daimi geyinsə sizi həm sürətli arıqladacaq, həm də qum saatı formasına salacaq. Bəli, hal-hazırda endirimdədir. O qabağı kurçaklusunu mənə ver. Videonun sonuna qədər izləyin, yendirəm. Necə sifariş edə bilərsiniz, məlumat verəcəm. Bu da qabağı kurçaklu olandır. Bunu da növbəti paylaşımlarda sizə göstərəcəm. Daha sonra keçdik bəylərə. Əvvəl bəylərdən əvvəl sizə razmerlərini istəyirəm göstərim. Bir-bir mənə ver razmerlərini. Deməli xanımlar və bəylər, razmerləri necə gedir? 3XL. Baxın, sizə ölçülərini bir-bir göstərim. Aradakı fərqlərini görək.